Gəldiyimiz növbəti ziyarət Təlli Zeynəbiyyədir. Aşura günü Həzrəti xanım Zeynəb salamullah əleyha buradan təpəyə çıxaraq döyüş meydanına baxmış və qardaşı İmam Hüseyn əleyhissalamın şəhid edilməsinə şahidlik etmişdir. Təlli Zeynəbiyyə Kərbəla ziyarəti zamanı ziyarətçilərin mütləq baş çəkdiyi müqəddəs məkanlardan biridir. Bu məkan Aşura hadisəsinin ruhunu daha dərindən hiss etmək və Həzrəti Zeynəbin səbrini anlamaq üçün əvəzsiz bir yerdir. Gəldiyimiz bu məkan isə Həzrəti Əbəlfəzl Abbas əleyhissalamın sağ qolunun kəsildiyi yer, Kərbəla ziyarətində mühüm dayanacaqlardan biridir. Ziyarətçilər bu məkanı ziyarət edərək Əbəlfəzl Abbas əleyhissalamın fədakarlığını və sədaqətini yad edirlər. Kərbəla hadisəsinin ən hüzünlü yeri Əli Əsxərin məqamıdır. Əli Əsxər İmam Hüseyn əleyhissalamın 6 aylıq ən kiçik oğlu və Kərbəla şəhidlərindən biridir. Aşura günü susuzluq İmam Hüseyn əleyhissalamın tərəfdarlarını əldən salmışdı. İmam Hüseyn əleyhissalamın 6 aylıq oğlu Əli Əsxəri qucağına alaraq düşmən tərəfinə yaxınlaşdı və dedi: "Əgər mənə rəhm etmirsinizsə, bu körpəyə rəhm edin." Amma cavab mərhəmət deyil, zülm oldu. Yezid ordusunun oxçusu Hərmələ Ömər İbn Sədin əmri ilə 3 şöbəli ox ataraq Əli Əsxərin boğazını bədənindən üzdü. Bu növbəti məqam Əli Əkbərin məqamıdır. Əli Əkbər İmam Hüseyn əleyhissalamın böyük oğlu və Kərbəla şəhidlərindən biridir. Onun həyatı, əxlaqı, igidliyi və şəhadəti Aşura faciəsinin ən nurlu səhifələrindəndir. Əli Əkbər zahiri və daxili gözəlliyi baxımından əsl peyğəmbər nəvəsi idi. İmam Hüseyn əleyhissalam oğlu haqqında belə demişdi: "Onun səsi, danışıq tərzi və əxlaqı peyğəmbər Salavatullahın xatirəsini yaşadırdı."